Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz insanın cisim və ruhdan ibarət olması haqqında olacaq inşallah. Bizim insanın cisim və ruhdan ibarət olması haqqında danışmağımızın ən əsas səbəblərindən biri budur ki, bir çox insanlar cisimlərinin olduğunu bilirlər, amma onların bundan əlavə bir ruhlarının da olduğunu bilmirlər və yaxud da ki, unudublar. Elə buna görə də insanların əksəriyyəti bu dünyada yaşadıkları müddət ərzində ancaq cismani tələbatlarını ödəyərək yaşayırlar. Ruhları üçün isə heç bir iş görmürlər. Buna görə də insan cismindən əlavə onun bir ruhunun da olduğunu bilməli və onun üçün də bir iş görməlidir. İnsan ruhunun olduğunu bilib dərk etdikdən sonra mənəvi və əxlaqi dəyərlərə sahib olmağa çalışar. Çünki mənəvi və əxlaqi dəyərlərə ruh vasitəsilə çatmaq olar. Elə buna görə də insanın əsl mahiyyəti və həqiqəti onun ruhudur. Və insanı heyvandan ayıran, fərqləndirən ən əsas amil də məhz elə ruhdur. Bədən isə həm insanda var, həm də heyvanda. Bu baxımdan hər ikisi də müştərəkdirlər, heç bir fərqləri yoxdur. Və bunu da diqqətinizə çatdırım ki, insanın ruhu mələklər aləminə, cismi, yəni bədəni isə heyvanlar aləminə məxsusdur. Və diqqət edin, əgər kimsə ruhuna daha çox vaxt ayıraraq onun üzərində çalışsa, mələklər aləminə, yox əgər kimsə ruhunu unudaraq bütün diqqətini, fikrini ancaq cisminin, bədəninin üzərinə yönəldərək ancaq bədənin üzərində çalışsa, təbii olaraq bu insan heyvanlar aləminə mənsub olacaq. Bildiyimiz kimi, insan iki əsas ünsürdən təşkil olunubdur. Bunlardan biri ət, dəri, sümük, qan, damar və s. bu kimi digər üzvlərdən ibarət olan bədən, digəri isə insanın ruhudur. Birinci ünsür, yəni bədən, bu dünyanın maddi varlıqlar aləminə aiddir. İnsan bədəninin bu dünyada özünə məxsus funksiya və vəzifələri var. Ümumiyyətlə, insan bədəni bu maddi aləmə aid olduğuna görə onu tanımaq, onun barəsində nə isə öyrənmək, bilmək çox rahat və sadədir. Buna bir neçə misal çəkmək olar. Məsələn, hamı bilir ki, əl yazmaq üçün, bir şeyi götürüb yerinə qoymaq üçün, ayaq yol getmək, göz görmək, qulaq eşitmək, dil danışmaq və s. digər bədən üzvləri də hərəsinin öz funksiyaları var ki, onları bu maddi aləmdə bilmək, öyrənmək çox sadə və rahat məsələdir. Amma ikinci ünsür isə ruh adlandırılan həmin o mücərrəd varlıqdır ki, onun da bu maddi aləmə heç bir qarışacağı yoxdur. Ruh mücərrəd varlıqlar aləminə aid olduğuna görə onu bu maddi aləmdə tanımaq elə də rahat bir iş deyil, asan iş deyil. Onu, bu ünsürü, bu maddi gözlə görmək, zahiri hissiyatla hiss etmək mümkün deyil. Ruhu ancaq qəlbin gözü ilə görmək və ya hiss etmək olar. O vaxtda bir nəfər Həzrəti Peyğəmbər Salavatullahdan ruh barəsində sual soruşanda Allah Təbarək və Teala İsra surəsinin 85-ci ayəsində belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Qulirruhu min əmri Rabbi və mə utitum minəl ilmi illə qalilə. De, ruh Rəbbimin əmrindəndir sizə. Yəni siz insanlara bu barədə yalnız cüzi bir bilik verilmişdir. Ayəyə diqqət edin əzizlər. Allah Teala buyurur ki, ruh barəsində sizə cüzi bir bilik verilibdir. Amma təəssüflər olsun ki, insanların çoxu özlərini hətta bu cüzi biliyə sahib olmaqdan da məhrum edərək bu maddi aləmdə bütünlüklə qərq olub gediblər. Və bunu da diqqətinizə çatdırım ki, ruh barəsində
Hətta Həzrəti Peyğəmbər salavatullaha insanlara bundan artıq daha çox məlumat verməyə, açıqlama etməyə icazə verilməyibdir. Bəs belə bir sual yaranır. Bəs yaxşı, insan nə zaman ruhun əsl mahiyyətini, həqiqətini olduğu kimi dərk edə bilər, başa düşə bilər? Cavab bundan ibarətdir. Təbii ki, insan ancaq dünyasını dəyişdikdən sonra ruhun əsl mahiyyət və həqiqətini dərk edə bilər, başa düşə bilər. Əlbəttə ki, əgər kimsə bu dünyada yaşadığı müddət ərzində öz nəfsini günahlardan çəkindirərsə, pis əməllərdən, xoşa gəlməz işlərdən uzaq durarsa, bu dünya ilə olan əlaqəsini ən aşağı səviyyəyə, ən aşağı həddə gətirib çıxarda bilsə, nəfsini saflaşdıraraq kamilləşdirə bilsə, o zaman ruh haqqında müəyyən həddə məlumat əldə etməkdə müvəffəq ola bilər. Və tarix boyu da bəzi istisnai şəxslər olubdur ki, öz nəfslərini saflaşdırmaq yolu ilə ruh barəsində müəyyən həddə, az da olsa bəzi məlumatları başa düşməkdə, dərk etməkdə müvəffəq olublar. Allaha and verirəm İzzət-i Cəlalına xatir bizləri də öz nəfsini, ruhunu tanımaqda müvəffəq etsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.